Azərbaycan Elmlər Akademiyasının əsas binasında Nəsimə adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş gənc dilçi, doktorant və dissertantların sələflər və xələflər mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa giriş nitqi ilə açan Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli bildirib ki, son illərdə Amiyada gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və təşviqi istiqamətində mühüm addımlar atılır. Akademiyada Gənclər Mükafatı və İlin Gənc Alimi diplomu təsis olunub. Gənc Alim və Mütəxəssislər Şurasının Gənc Tədqiqatçı jurnalının sayı ildə 4 dəfəyə çatdırılıb. Bir nömrəsi ingilis dilində çap edilir. Həmçinin gənclər üçün elmi konfranslar və yay məktəbləri təşkil olunur. Amiyanın 80 illiyi ərəfəsində Dilçilik İnstitutunun təşkilatçılığı ilə gənc dilçi, doktorant və dissertantların sələflər və xələflər mövzusunda Respublika elmi konfransının keçirilməsinin təqdirə layiq olduğunu deyən akademik İsa Həbibəyli bu addımın digər institutlar üçün də nümunə olacağını, gələcəkdə gənc ədəbiyyatçıların, tarixçilərin, filosofların və digər konfransının da keçirilə biləcəyini diqqətə çatdırıb. Natiq Ulu Öndər Heydər Əliyevin ana dilimizə göstərdiyi qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və indiki qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması istiqamətində mühüm addımlar atıldığını söyləyib. Azərbaycan Elmlər Akademiyasının Nəsimə adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, son illərdə gənc alimlərin beynəlxalq və respublika konfranslarının sayı artıb. Məqsəd akademik elmin dünya elminə inteqrasiyasını sürətləndirmək, onların birgə fəaliyyətə şərait yaratmaq, gənc alimlərin səviyyəsini artırmaqdır. Tədbir işini bölmə iclasları ilə davam etdirib. Leyli Namik qızı, Fərid Həşimov, Elm TV.